4 Mart tarixində aeroport yolunda baş verən qəza ilə bağlı yeni görüntülər ortaya çıxıb. Hələ dünən hadisənin baş vermə səbəbi kimi prezidentin mühafizə xidmətinə məxsus avtomobili göstərilirdi. Belə ki, şahidlərin verdiyi məlumata görə prezidentin mühafizə xidmətinə məxsus avtomobil avtobus arxadan vuraraq yoldan çıxarıb və nəticədə bir neçə avtomobil, o cümlədən mühafizə xidmətinə məxsus olan avtomobilə ciddi ziyan dəyib. Baş verən toqquşmada 21 nəfər xəsarət alıb. Bugün isə həmin mühafizə xidmətinə məxsus olan avtomobilin görüntüləri ortaya çıxıb. Vətəndaşların hadisə yerindən çəkdiyi videolarda açıq-aydın prezidentin mühafizə xidmətinə məxsus avtomobilin əzilmiş halda hadisə yerində olduğu görsənir. Sen özünde diyorsan su vereyim. Bugün isə Aynes TV-də günün fotosu rubrikasında 21 nəfərin xəsarət alması ilə nəticələnən qəzanın səbəbkarı kimi Toyota markalı avtomobil göstərilib. Meydan TV-nin WhatsApp nömrəsinə gələn mesajda da hadisənin səbəbkarı kimi həmin xidməti avtomobil göstərilir. Hamısı prezident çıxıb hamısı, yox.